xanım Fatimə-i Zəhra salamullahu əleyha sözün həqiqi mənasında peyğəmbərliyin, yəni risalətin qorunmasında, risalətin düzgün təbliğ olunmasında və imamətin yetişməsində müstəsna bir yerə sahib olan şəxsiyyətdir. Diqqət edin, sonuncu imamımız İmam Sahibuz Zaman aleyhissalam. Buyurur ki, anam Zəhra mənim üçün örnəkdir. Mən onunla fəxr edirəm. Hədisi Əllamə Məclisi Biharul Ənvar əsərinin 53-cü cildində nəql edibdir. Deməli, Allahın yer üzərində sonuncu höccəti, yer üzərindəki zülm və istibdadı yox edib, Allahın istədiyini yer üzərində bərqərar edəcək sonuncu şəxsiyyət deyir ki, anam Zəhra mənə örnəkdir. Xanımın haqqında nə var qoysuq kənara. Bir anlıq fərz edək ki, xanım Zəhra əleyha salam haqqında nə bir ayə var, nə bir hədis var. Təkcə imamın bu hədisini əsas götürsək, artıq xanımın hansı bir dərəcəyə sahib olduğunun şahidi olmuş olarıq. Ona görə də, əziz möminlər, uca Rəbbimizi and veririk öz izzəti cəlalına xatir, bizi xanım Zəhranın tərəfdarlarından qərar versin. Bizi xanım Zəhranın məhəbbət göstərənlərindən qərar versin. Bizim qadınlarımıza xanım Zəhranın ismətini, həyasını ərməğan etsin.